Və nəhayət. Nəhayət, məktəblər. Ay millət, sənin məktəblərini sən nə ediblər? Kişi, indi bax, bu günlər bir hətta getdi. Qaradağın məktəbində 183 dedi, 160 dedi. Qaradağın məktəbində müəllim vurub, nədir, direktor mavin çənəsini qırıb. İndi sual, bu ali təhsil görmüş, oxumuş, indi bax çox böyle, bu bir cavan adam, bu müəllim, bu məktəb direktorun mavinin çənəsini niyə vurub qırsın? Bura məktəb daxil. Demək, vəziyyət o yerə gəlib ki, artıq adamlar ayrı yol görmürlər. Mən buradan dəfələrlə dedim, bax, büyüncəni deyirəm, mən deməkdən hələ o məktəbə bir adam gəlib maraqlanmıyıb ki, dayan görün burada nə baş verir. Bax, bu dava, hətta bundan betəri 48-də olacaq, buradan bir daha deyirəm. Bir daha deyirəm, 48-də dava yetişib, qırmızı xətti keçib. Ben neçə dəfədir buradan deyirəm, özüm bəzən bilərəkdən ki, indi bu biabır olmasınlar, hə? İndi məndə bu məktəblə bağlı bu qədər zat var da, o zat deyirdi, o Pənah Hüseyin gətirir birdən da material, çamadanla. Məndə bir çamadan material var, prosto ayıbdır, mən özümə yaraşdırmıram. İndi onlar da insandır, orada həm qadındır, qızdır ondan, həm kişidir, arvad, hərənin də bir yəssabı var, ailəsi var, uşağı var. Ya bunu açıp ortaya tökmek de öyle şeyler var, ayıp değil, demesi ayıp değil. Doğrudan ayıp değil. Necə olabilir ki, ömrü boyu aptekdə işləmiş adam gəlir zabıç olur, he? Bir sorgulanmalıdır. Ömrünü Rusiyada yaşanmış adam gəlir, əlində nədir gətirir, əmək kitabçası gətirir ki, hardasa jekdə texnik işləyib, nə var yok, bilmirəm. Necə olabilir, adam Rusiyada yaşayıb, burada texnik olub, jekdə işləyib. Məktəbin direktoru aynen məktəbə gəlmir, gələndə də qapı ilanından bağlı reşə çıxmır. Və o prosesin gedişində nələr yaşanır? Mən dedim də, indi bunu mən demirəm ki, illər əvvəldən olub, çəkib veriblər. Vəziyyət o həddə gəlir ki, şagirdlər qağınaq pişirib yeyirlər, sinifin ortasında heç. Öyle o. Və mən neçə gündür burada danışıram. Hələ bir adam oraya üzüymüş ki, ya Bakı Təhsil İdarəsindən, ya Təhsil Nazirliyindən ki, balım, burada nə baş verir? Gözlüyürsünüz ki, orada da birinin çənəsi qırılsın, çağırıb polisdə, nə bilim, bu prokurorluqda, nə bilim, məhkəmələrdə pul alsın, hə? Onu gözlüyürsünüz, alacaqsınız, mütləq alacaqsınız. Hələ, boş verin, mən burada sizə dedim mi, bu məktəblər ki, uşaqları ki, aparıb evlərində, adı eləyirlər, dərs keçirlər, bu günlərdə bir şey də yayılmışdı. Fizika müəlliməsi dərsi. Ya üzr istəyirəm, hamı məni bağışlasın, bu qadınlar, qızlar baxın, məni danışdırmayın. Ya oğlan uşaqlarını yığıb məməsini göstərir orada. Sizə dedim mi bu evlərdə dərs keçməyin sonu? Yəni biz, məsələ o deyil. Mən özüm tanıdığım, şəxsən tanıdığım, kifayət qədər də hörmət müəllimlər var. Hamısı da qarşısında baş əyilməli müəllimlər var. Bu repetitorlardan danışıram, ha. Onlar da öz imkan var, çalışırlar. Bu millətin gələcəyinə normal təhsilli, savadlı uşaqlar yetişsinlər. Amma bunun hamısı belədirmi? Deyirəm, 4 gün yaymışdılar. Mən özümdən demirəm ki, onu mən nə bilim ki. Evində aparım, o birisi o dəfə danışdırmayı burada. Nə deyirdi, Məməş deyirdi, nə deyirdi, bilmirəm, şəkilçi düzəltmişdi özünü. Hamısı besbredildən, baxımsızdan, cəzasızlıqdan, heç kim kitabını oxumamaqdan, filankəs, adam məktəbin ortasında gedir, gəlir ki, o saqqallı kişi nə deyir desin, 40 min deyir, 50 min deyir, pul məktəbi verib, mən almışam. İlham Əliyev də məni buradan çıxarda bilməz. Başa düşmədim, İlham Əliyev, məktəbləri kim satır bunlara? Ya bunlar bilef eləyirlər, bir çağırın, soruşun da, adam. Bəlkə də oradan məktəbi satıblar ona, mən də çəkilim deyim ki, bu dədəsinin malıdır, bu nə var qarşı. Bu məktəblərlə ölçü götürülməlidir. Vallahi bunun sonu yaxşı deyil. Dedim ya, o evlərdə uşaqları yığırlar, kim nə bilir orada kim nə dərs keçir. Keçən dəfə burada dedim, hər 100 müəllimdən, repetitorun ikizəciyi, mən deyən
Ya indi bilmirəm, narkotiklə bağlı, ya ne bilim uşaqları qoşandırmaq narkotika. Məsələn üçün deyirəm, ya Suriyada fanat eləyib Suriya göndərməklə məşğul olsa, ya ne bilim deyək ki, ayrı işlərlə seksual münasibətlərə cəlb olunsa, iki dənə müəllim, indi 37 il gör, hər ildə gör, nə qədər eləyir bu falan. Və onun hərəsində bir 30-40, bəzən 20-30 uşaq hazırlayırlar. Ayrı-ayrı vaxtlar belə. Və hesab edirsin ki, bu illər ötdükcə biz nə qədər cəmiyyətə, Ruslar ona bros deyirlər, yəni belə heç nəyə yaramayan vətəndaş alacaq. Buna niyə fikir verən yoxdur? Heç kim düşünmür ki, dövlətin təhsil proqramı olmalıdır. Hər məktəb direktori gəlib məktəbdə öz qanunu qaydasını qoya bilməz. Biri firmasıdır, şəxsi firması, orada işlədər. Biri, nə bilim, öz bildiği kimi qanun qaydaya, nizamnamə yazar oraya. Hətta onlar belə öz başına döylə nizamnamə ilə işləyirlər. Bildin mi? Hər gələn direktor məktəbdə özünün, direktor adı yazır ki, zavxoza göstəriş yazır ki, bu müəllimlər və müəllimələr özlərini çox rahat hiss edirlər. İmkan vermə, izlə mənə xəbər gətir. Siz də deyirsiniz ki, bu məktəblərdə normal təhsil olacaq və orada normal vətəndaş çıxacaq. Yəni bilmirəm. Məndən deməsi mən o zat idi. Mən hamıdan çox lazım deyil ki. Amma bütün bu məsələlər ciddi dəmsi. Amerika Maduro'nu apardı getdi. Bayaq dedim ya. Maduro'nun pulu da, ondan sonra nefti də, qazı da, ondan sonra nə bilim əhalisi də, ərazisi də İlham Əliyevdən azı bir 10 dəfə çoxdur. Az 10 dəfə, düzdür. Onu apardılar. Heç kimdə güvənməsin ki, bir də İlham Əliyev apararlar. Aparmasınlar deyə. Bu ölkədə ciddi islahatlar deməyək də, islahatdan keçib. Bu ölkədə hamı ağlını başına toplayıb, hamı ciddən bu dövlətin və bu millətin gələcəyinə zəmanət verən ciddi strateji planlar qoyulmalıdır və əməl olunmalıdır hər gün. Əks təqdirdə bu bizi bitirəcək və bizi bitirəcəklər.